Herkese salam. Bugün növbəti ümumi sınağın izahını sizlərlə bölüşürük. Başlayaq. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edək. İlk olaraq nə etməliyik? Verilən iki sözü düzgün tələffüz etməliyik. Yazaq. Kollektiv. Bu formada olacaq. Bəziləri v-nı f-ya keçirir. Elə bir qaydamız yoxdur. Kollektiv də olmaz. Yəni həm bunu dim səviyyəli orfoqrafiya lüğətindən də əldə edə bilərsiniz. Eyni zamanda, yəni hər dəfə iki müxtəlif kar samitin tələffüzündə dəyişiklik olmaya da bilər. Məqsəd. BCDC qaydasına görə bunu bu formada yazdıq. Sözün də ortasında G hərfi gələrsə və ondan sonra samit kar olarsa, o zaman birinci səs tələffüzdə karlaşır. Məsələn, məqsəd. Amma söz ortasında G hərfi gələrsə, ondan sonra cingiltili samit gələrsə, onda G hərfi elə Q səsində qalır. Məsələn, miqyas. Baxaq, doğru fikirləri istəyir. İndi Eyler-Venn diaqramı biraz sizlərin yadına salaq. Bir o zaman doğru olar ki, yalnız kollektivə aid olsun. Yəni, məqsəd sözünə aid olmasın. İki də həmçinin məhz kollektiv sözünə aid olan fikir kimi verilsə doğru olar. 3. Elə fikirdir ki, həm kollektiv, həm də məqsəd hər ikisinə uyğun gəlsə düz götürə bilərsən. 4 də həmçinin həm kollektiv, həm də məqsəd sözünə uyğun gəlsə düz götürə bilərsən. 5 nə vaxt düz götürürlər? Yalnız məqsəd sözünə aid olsa. Qısaca, Eyler-Venn diaqramının bu hissəsi 3 və 4 gərək hər ikisinə aid olsun ki, doğru seçilsin. Ola bilsin ki, 3 sadəcə kollektivə aid olsun, məqsədə yox. O zaman mən 3'ü variantlardan çıxmalıyam. 1-2 yalnız kollektivə aid olan doğrular olmalı ki, sənin cavabın olsun. 5 yalnız məqsəd sözünə aid olsun ki, sənin cavabın olsun. Tələffüzün bir daha yazaq. Kollektiv olacaq. Bir də məqsəd olmuş olur. Variantımız olacaq burada B variantı 2, 4 və 5. Gəlin görək niyə 2, 4 və 5. 2'ye yazılıb ki, qarşılığı olmayan iki samit var. Bəli, kollektiv sözündə qarşılığı olmayan iki samit var. Həqiqətən də 2 tam da yerində yazılıb. Burada yazıla bilməz. Çünki ortaq bir fikir deyil. Məsələn, məqsəd sözündə qarşılığı olmayan iki samit yoxdur. O səbəbdən mən 2'ni elə düz edib, yalnız kollektiv sözünə aid olan fikir kimi götürdüm. 4 bax özün məntiqi ilə tut. Gör harda yerləşib. 4'ü ona görə o vaxt doğru götürərik ki, hər ikisinə aid olsun. Tərkibində 3 kar samit var. 1, 2, 3. 1, 2, 3. Gördünmü? Həqiqətən də 4 doğrudur ki, elə doğru da yerində yazılıb. Hər ikisinə ortaq olan fikir kimi. Vurğu ikinci hecadadır. Bu da yazılıb 5'ə. İndi sən məntiqlə düşün ki, 5 o zaman doğru olar ki, yalnız məqsədə aid olsun, kollektivə yox. Bəli, məqsəddə vurğu 2'dədir, kollektivdə isə vurğu 3'dədir. Məhz məqsədə aiddir ki, vurğu 2'dədir. Cavabımız B variantı. Görək 1 və 3 niyə uyğun gəlmir? Bax, 1 normalda burada yazılıb da, düzdürmü? Burada yazılıb. Tərkibində dodaqlanan sait var. Kollektiv, məqsəd heç birində yoxdur. Yəni, heç kollektivə uyğun fikir deyil bu. Amma gör harda verilib? Kollektivə aid fikir kimi götürə bilmərəm. Çünki mən tələffüzə baxmalıyam. Ahəng qanununa tabidir. 3'ü də ortaq fikir kimi yazıb. Yəni, deyir ki, 3 hər ikisinə aiddir. Baxaq, ahəng qanununa tabidir. Xeyr, kollektiv sözü ahəng qanununa tabi deyil. Nə olsun ki, məqsəd sözü ahəng qanununa tabidir. 3 burada yazılsaydı düz olardı. Getdi. Cavabımız oldu bir də B variantı. Sual 2 olduqca maraqlı tiplərdəndir. Bəzi müdavimlər deyir ki, ay müəllim çətindir. Bax, hələ ki, çətin olanda tam səmimi deyirəm, deyəcəm ki, bəli, bu sual diqqətdən qaçır, müdavimlər səhv eləyə bilər. Sən onsuz da kollektiv və məqsəd sözünün tələffüzünü bilirsən, sən Eyler-Venn diaqramını da dəfələrlə işləmirsən. Əgər hər ikisinin tələffüzünü düzgün bilirsənsə və Eyler-Venn diaqramını da işləmisənsə,
Bu məsələn birinci sual sənə çətin gələ bilməz. İndi görək ikinci suala baxaq. Daha sonra izahdan sonra baxacağam ki, bunda vəziyyət necədir? Çətindirmi yoxsa yox? Cavabımız B variantıdır. Bir-bir hamısını izah edək. Hansı sıradakı sözlərdən biri verilən bütün tələbləri ödəsə də, digəri heç bir tələbi ödəmir? Və 4 dənə tələb var. Getdik. Məsələn, yazılaq sözü məncə verilən bütün tələbləri ödəyir. Tərkibinə görə 2 cür təhlil var. Məsələn, yaz, yazılmaq, bilirik də ıl, il, ul, ül əsasən ayrılmır. Harda görsən birlikdə götür. Aq, ək bir dəfə arzu şəkli üstəgəl şəxs sonluğu olur. Bir dəfə də birbaşa şəxs sonluğu olacaq. Bunu aq, əkin izahında da mən sizə demişəm. Yəni 2 cür təhlili var. Bu doğrudur. Kökü isimli amonimdir. Bəli, yazmaq feilidir kökü və yazmaq feili fəsil mənasında olan yaz ismi ilə amonimdir. Başqa sözlə eyni köklü ola bilər. Bəli, yazılaq düzəltmədir də, düzdürmü? Yazılaq, məsələn, yazı, yaxud da yazıdakı. Niyə də eyni köklü olmasın ki? Hər ikisində köklər eynidir. Mən də nə düzəltmişəm, necə düzəltmişəm, eyni köklü mövzusunda o maraqlı deyil. Maraqlı olan odur ki, hər ikisi quruluşca düzəltmə olsun, hər ikisi düzəltmədir. Hər ikisi quruluş kökləri eyni nitq hissəsi və kökləri eyni məna olsun. Bəli, hələ ki yaxşı gedirik. Məsələn, bu yazılaq sözü tutaq ki, deyirəm, sadə sözü olsaydı, başqa sözlə eyni köklü ola bilməzdir. Düzəltmə olan istənilən söz, istənilən düzəltmə sözlə, yəni hər şey şərtlərə uyğun gələn düzəltmə sözlə eyni köklü ola bilər. Qrammatik şəkilçi ilə işlənib, bəli. İstər bu mənada, istər bu mənada qrammatik şəkilçilə işlənib. Gördük ki, yazılaq sözü hamısına uyğundur. Çalış sözü isə heç birinə uyğun deyil. 2 cür düşünmək olmaz, ancaq kökdən ibarətdir. Kökü isimli amonimdir, xeyr, çalış deyə bir isim yoxdur. Başqa sözlə eyni köklü ola bilər, xeyr, çünki sadə söz əsla nə ilənsə eyni köklü ola bilməz. Qrammatik şəkilçilə işlənib, xeyr, az öncə dedik ki, bu sadə kökdən ibarət olan bir sözdür. Cavabımız B variantı. Gəlin digərlərindən də araşdıraq görək, nə var burada. Məsələn, qopardı və qaranlıqdan başlamaq istəyirəm nədənsə. Hamısına baxacağam əslində. Qopardı, razıyam 2 cür təhlil olunur. Amma qopardı sözü və yaxud da qopardı sözünün kökü isimli amonim deyil. Elə buradan anladım ki, mənə lazım idi ki, hansısa variantdakı 2 sözün biri bütün şərtlər ödəsin. Biri isə heç birini ödəməsin. Qopardı, yaxud qopardı sözü fikir verirsən, cığallıq eləyir. Məsələn, ürəyi istəyəni ödəyir, ürəyi istəyəni ödəmir. Bu mənə lazım deyil. Ya fikrində dəqiq olub hamısını ödəyən variant lazımdır, ya da heç birini ödəməyən lazımdır da. Gördüm ki, elə qopardı sözü burada birini ödədi, birini yox. Bu da mənə lazım deyil. Qocalar sözü, bəli, təhlilinə görə, tərkibinə görə 2 cür təhlil olunur. Kökü isimli amonimdir, bu da səhvdir. Yenə deyirəm, eyni cümləni təkrar edəcəm. Elə variant seçməlisən ki, oradakı 2 sözün biri bütün şərtlər ödəsin, biri heç bir şərt ödəməsin. Bu da sənə məntiqlə deyir ki, hə, o zaman mən elə bir variant seçə bilmərəm ki, ürəyi istəyən ödəsin, ürəyi istəyən ödəməsin. Ya tam hamısını ödəməlidir, yəni hamısının qarşısına üstəgəl qoymalısan, ya da heç birinin qarşısına üstəgəl qoymamalısan. Məsələn, yaşadırdıq, oxudun. Yaşadırdıq sözü 2 cür təhlil olunmur. Kökü isimli amonimdir, elə kökü özünün isimdir. Bax, buranı biraz səliqəyə salmağa çalışım. Məsələn, yaşadırdıq sözü. Tərkibinə görə 2 cür təhlil olunmur. Kökü isimli amonimdir, səhvdir. Elə kökü özü isimdir. Yaş ismi. Başqa sözlə eyni köklü ola bilər, düzəltmədir deyə, bəli, ola bilər. Gördünmü? Burada da bəziləri ödəyir, bəziləri yox. Mənə maraqsızdır. Artıq həmin 2 sözdən biri problem yaradırsa, deməli mənim əsla variantım ola bilməz. Gülümsədi, gözləyin. Gəlin bunu da biraz səliqəyə salaq bu hissəni. Gülümsədi yox, gözləyinlə başlayaq. Gözləyin, gözləyin. Aha, hə, heç biri olmasın. İkisi də baxıram ki, heç biri 2 cür təhlil olunmur. Ona görə çıxdı. Cavabımız oldu B variantı. Bax, indi siz mənə deyin.
Bunlardan bu ikinci sualda da çətinlik varmı? Əgər sən bütün variantların hansının iki cür, hansının bir cür təhlil olduğunu yadına salmısansa, qruplaşdırmaq artıq öz gücünə qalıb. Bəs tətbiq nə deməkdir? Uyğunlaşdırmağı özün tapmalısan. Üçüncü sual. Cümlədə sözlərdən birini həm say, həm də başqa nitq hissəsi kimi düşünmək olar. Yəni cümlə daxilində sən buna baxmalısan ki, hansı cümlədəki sözün iki başlı olduğunu görürsən. C variantı. Məsələn, bir dəfə gedilmiş bir yola. Burada ədat kimi də düşünə bilərsən. Və yaxud da gedilmiş iki yol, üç yol. Yəni hər dəfə bir neçə yola gedə bilərsən də. Yəni bir neçə yoldan gedə bilərsən. Ona görə cavabımız C variantıdır. Məsələn, B niyə olmaz? Çünki B-də bir sözü ancaq ədatdır. Yəni burada sayla əvəz eləmək olmaz. Adam şəhərin dolaşıq küçələrində azdı desəm, r-la işlənməlidir. Belə demirəmsə, deməli azdı, itkin düşdü mənasındadır. Yəni bunu mən iki başlı düşünə bilmərəm. Birdən uşaq yuxuda səksəndi və ayıldı. Bunu da ancaq səksəkəyə düşmək mənasında işlədə bilərəm. Bu da onsuz da zərfdir. Yəni, mən bunu say kimi işlədə bilmərəm. 5-dən uşaq deyə bilmərəm. Tədbirin geniş şəkildə işıqlandırılması üçün tək mətbuat nümayəndələri deyil, yüzlərlə televiziya əməkdaşı da gəlmişdi. Burada da tək sözünü bəlkə də götürə bilərsiniz. Məsələn deyirəm, tək sözü əsla sayıla bilməz. Sifət olar, sayıla bilməz. Cavabımız olacaq 3-də C variantı. Sual 4-ə baxaq. Maraqlı və olduqca rahat suallardan biridir. Normalda müdavimlər sintaktik təhlili gördüyü zaman bu formada uyğunlaşdırmanı daha çox sevirlər. Cavabımız olacaq burada B variantı. 1-ə qoyuruq B-ni, 2-yə qoyuruq A-nı, 3-ə də qoyuruq C-ni. Görək necə olur. Başlayaq 1-dən. Dağların başı tüstü olduğu üçün görünmürdü. Nə edirdi? Görünmürdü. Nə dağların başı? Nə səbəbdən görünmürdü? Tüstü olduğu üçün görünmürdü. Bəli, 1 oldu B. Gəlin biraz təmizləyək bunu ki, gözümüzdən bir şey qaçmasın. Daha sonra 2 ilə davam edək. 2-yə qoyduq A-nı. Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Yadda saxlayın, qəşəng burada bir açar var. Bunu qeydlərdə də demişik. Əgər mübtəda kimi düşündüyümüz söz həm tərkibdəki feillə, həm də cümlənin xəbəri ilə uzlaşırsa, o zaman məhz gəlib axırıncını uzlaşma seçir, da tərkibə girmir. Yəni eləsi var, deyər ki, ay müəllim, mən bunu belə götürdüm. Xəzangül bunları fikirləşəndə zərfli götürdüm bir yerdə. Xeyr, bu tip ikisini də işarəliyin. Görün, hər ikisi ilə uzlaşsa belə Xəzangül fikirləşəndə Xəzangül qınamırdı. Mütləq şəkildə söhbət mübtəda funksiyasında gedən bir sözdən gedirsə, onun hər ikisindən uzlaşmağından gedirsə, birinci uzlaşma nədirsə, onu boş ver artıq. Ən sondakı uzlaşmanı önəmli bilməlisən. O səbəbdən gəl o zaman bunu bir daha səliqəyə salaq. Məsələn, kimsə müdavimlərdən deyir ki, müəllim, sualı oxuyan kimi variantı deyirsiniz, mən çaşbaş qalıram. Ya dayandır videonu, ya da ki, onsuz da bunun sınağı da sizə paylaşılıb. O sınağı işləyin, daha sonra gəlin izaha baxın. Getdik. Nə etdi? Qınamırdı. Kim? Xəzangül. Nə zaman qınamırdı? Bunları fikirləşəndə. Kimi qınamırdı? Qonşularını. Nə qədər qınamırdı? O qədər qınamırdı. Hərəkətə aiddir deyə zərfli oldu. Cavabımız oldu 2-də A variantı. Üçüncü suala baxaq. Üçüncü cümləyə baxaq. Biz səhər onu qırmızı binanın qarşısında görmədik. Biz görmədik. Səhər görmədik. Onu görmədik. Onu görmədik. Aha. Daha sonra binanın qarşısında görmədik. Hansı binanın? Qırmızı binanın. Cavabımız B variantı olmuş olacaq. 5-ci
5-ci sualla davam edək. Hələ ki, bax bir daha deyirəm, çətin tipli sual yoxdur hələ ki. Nümunələrlə bağlı uyğun fikirləri müəyyən edək. Baxaq. Sənin kitabın budur cümlədə 2 müxtəlif nitq hissəsi və 2 cümlə üzvü işlənmişdir. Bəli, 2 müxtəlif nitq hissəsi. Bax, bu əvəzlidir, isimdir, əvəzlidir. 3 dənə nitq hissəsi olsa belə 2 müxtəlif sayılır. Əvəzliləri bir dənə sayırıq. O səbəbdən də nə edirik? Görürük ki, 2 müxtəlif nitq hissəsi fikri düzdür. Görək 2 cümlə üzvüdür, yoxsa çoxdur? Bəli, 2 dənə də cümlə üzvüdür. 1 doğrudur. 3-ə baxaq. Onda sən belə danışmırdın. Cümlədə əvəzlikdən düzəlmiş zərf var. Onda, o zaman mənasında əvəzlikdən düzəlmiş zərfdir. Doğrudur. Nəzakətlə danışmaq hər kəsin işi deyil. Biri var nəzakətli formada danışmaq, bu zaman zərflidir. Bir də var ki, xala qızı nəzakət var. O həmin nəzakətlə danışmaq hər kəsin işi deyil. Cümlədə sözlərdən birini 2 əsas nitq hissəsi kimi düşünmək olar, fikir doğrudur. Cavabımız uyğunları istəyirsə D variantı olacaq. Görək niyə 2 və 4 götürülmədi ki? Bax, 2 və 4-ə baxaq. O evdən çıxardı və yaxud da o evdən çıxardı. Nə qədər düşünürsən düşün, onu həm şəxs, həm də işarə kimi düşünməyə haqqımız yoxdur. Çünki durğu buraxılıb demir. Yadda saxla, durğu buraxılıb demirsə, sən də durğunu buraxılmamış kimi düşünməlisən. Yəni, ancaq bunu təyin funksiyasında hansı sualına cavab verən söz kimi düşün. O zaman da sadəcə buna fokuslan ki, çıxardı və çıxardı sözləri sadəcə məzmunların fərqləndirir. Cümlədə sözlərdən birini 2 müxtəlif cümlə üzvü kimi, digər sözü isə feilin 2 zamanında işlənmiş söz kimi düşünmək olar. Mən sadəcə çıxardı və çıxardı sözlərinə fokuslanıram və deyirəm ki, bəli, digər sözü feilin 2 zamanında düşünmək olar. Məsələn, çıxardı gələcək zaman, çıxardı keçmiş zaman. Amma cümlənin bu hissəsi, belə deyək də, öz doğruluğunu itirir. Çünki bayaq dedik ki, əslində bunlar səni çaşdırmaq istəyiblər ki, onu sən həm şəxs götür, həm də işarə. Şəxs götürəndə mübtədə olsun, işarə götürəndə təyin olsun. Amma biz dedik ki, durğu yoxdursa və şərtdə durğu buraxılıb demirsə, sən bunu əsla 2 cür düşünə bilmərsən. O səbəbdən də digər sözünün solunda nə qədər cümlə varsa, səhv sayılır. Ona görə 2 səhvdir. 4. Bugün mən də şəhərdə oldum. Cümlənin xəbəri sadə feillə ifadə olunub. Əslində düz deyir. Nə etdim, oldum, harada, şəhərdə. Əgər ol, et, bil, müstəqil məna verirsə tək tənha, o zaman müstəqil cümlə üzvü olur və bu zaman da quruluşca sadə söz olur da. Harada oldum, şəhərdə oldum. Məsələn, şəhərdə isimdir, oldum feil. Bu əslində doğrudur, amma bura yanlış yazılıb deyə səhvdir. Cavabımız oldu D variantı 5-ci sualdır. Gördünmü, 5-i də biraz diqqətlə işləsəydin çətin olmazdı. 6-cı sual maraqlı sualdır. Nümunələrin birində həm kökü, həm də başlanğıc forması amonim olan düzəltmə isim söz birləşməsinin tərkibindədir. Burada biraz diribaş olmalıyıq ki, tez cavabı tapaq, gözümüz açıq olmalıdır da, belə deyək. Cavabımız olacaq burada görək nə variantı? D variantı. Baxaq, yaralarının sözünün həm kökü amonimdir. Yar, yar. Biri var yarmaq feili, biri var yar ismi. Həm də bu yaralarının sözünün eyni zamanda başlanğıcı da nə ilənsə amonimdir. Yara sözü də qolumdakı yara isimdir, işimə yaramaq sözü kimi feildir. Cavab D variantı olmuş olacaq. Həm də, bəs deyərsən müəllim, yaylıq sözü də var da, həm kökü amonimdir, həm də başlanğıcı. Görün şərtdə sizdən axırda nə istəyirik? Söz birləşməsinin tərkibində olsun həmin o söz. Könül yaylığı söz birləşməsi deyil axı. Və yaxud da yaylığı başından söz birləşməsi deyil. Onun yaraları söz birləşməsidir. Buradan götürdük və onun yaraları bəli söz birləşməsidir və deyilən bütün şərtləri də ödəyir. Məsələn, tutaq ki, deyirəm, əsər sözü razıyam birləşmədədir. Sadəcə bunun həm kökü, həm başlanğıcı onunsa eyni sözdür. Mən yalandan deyə bilmərəm axı ki, bunun həm kökü amonimdir, həm də başlanğıcı. Zaten həm kökü, həm də başlanğıcı üst-üstə düşürsə, bu çıxdı, getdi.
Dağ yamacı sözündə də elə bir şey yoxdur. Yəni həm kökü, həm də başlanğıc homonim olsun deyirsə, sən artıq iki tərəfə fokuslanmalısan ki, bu söz düzəltmədir. Düzəltmədir ki, kökü ilə başlanğıcı fərqlənir. Ona görə də biz cavabı D variantı götürdük. Gələk 7-ci növbəti Eyler-Venn diaqramına. Birincisi, ənənəyə sadiq qalaq, bunları tələffüz edək. Tələffüz etdiyimiz zaman nəyi görmüş olacaqsınız? E-H, T ilə başlayanlar demişik ki, tələffüzün dəyişmir. Yəni E-H, D olmur. Ona görə də bu söz olduğu kimi tələffüz olunur. Zahirəni bilmirəm, beləmi tələffüz olunur, yoxsa beləmi tələffüz olunur? Gəlin ikinci tələffüzü, yəni bunu silək, bunu düz götürək. Deyin niyə? Əgər mən zahirən sözünə uzanma qoysaydım, vurğunu qoymağa yer tapa bilməyəcəkdim. Düzdürmü? A-ya uzanma qoysan, vurğunu ya i-yə qoymalısan, ya da ə-yə, amma görürsən ki, heç birini ödəmir. Bəs niyə yer tapılmır? Çünki normalda vurğu ilə uzanma üst-üstə düşməməlidir. Mən A-ya uzanma qoyuramsa, vurğunu başqa yerə qoymalıyam. Bəs istisnalar var axı müəllim. Bəs biz vurğu ilə uzanmanı üst-üstə düşən məqamlarında tanıyırıq deyirsinizsə, istisnalar içərisində zahirən sözü yoxdur. Yəni istisnalar qısıtlıdır da, və s. ilə qurtarmır da. Bilinir ki, hansılardır? Bəzi, bəzən, yəni, lakin bu tiplərdir. O səbəbdən də məhz o məntiqlə deyirik ki, zahirən sözündə uzanma yoxdur. İndi gəlin baxaq. 1-2 yalnız ehtişama aid olsa düz olacaq. 3 hər ikisinə aid olsa düz olacaq. 4 və 5 yalnız zahirənə aid olsa düz olmuş olacaq. İndi bir-bir baxaq, diqqətdən keçirək, doğru fikir istəyir. Cavabımız Y variantıdır. 2, 3 və 4. 2, 3, 4. Deməli, məntiqlə bax, özün indidən qərar ver. 2 deməli ona görə doğrudur ki, ehtişama aiddir yalnız. 3 ona görə doğrudur ki, hər ikisinə aiddir. 4 ona görə doğrudur ki, zahirən sözünə aiddir yalnız. 7-2. Tərkibində qarşılığı olmayan samitlərlə qarşılığı olan samitlər sayca bərabərdir. Bəli, ehtişam sözündə qarşılığı olmayan 2 samit var, qarşılığı olan da 2 samit var. Görün, zahirən sözünə aiddirmi o? Xeyr. Zahirəndə qarşılığı olmayan 3 dənə samit var. Qarşılığı olan 1 samit var. Elə düz ediblər. Yalnız həmin cümləni ehtişam sözünə aid ediblər. 3. Tərkibində uzun tələffüz olunan sait səs yoxdur. Bəli, ortaqsına yazılıb, yəni hər ikisinə uyğundur. Nə zahirən sözündə uzanma var dedik, nə də ehtişam sözündə uzanma var. Doğrudur. Tərkibində vurğu qəbul etməyən şəkilçi var. 4-ə baxaq. Vurğu qəbul etməyən şəkilçi var. Bəli, zərf düzəldən şəkilçilərin demək olar ki, əksəriyyəti vurğu qəbul etmir. Məsələn, casına, cəsinə, cacə, daha sonra ən şəkilçisi vurğu qəbul etmir. Yəni məşhurlardan onlardır. Cavabımız Y variantı. Yazılış və deyilişində birə baxıram, bir fərqli məqam var. Nə ehtişamda fərqli məqam var, nə də zahirəndə. Deməli, bu heç birinə uyğun deyil. Boş çoxluqdur bu. Açıq saitlərlə incə saitlər sayca eynidir. Bax, bura yazıb ki, 5-ə. Açıqla incə saitlər. Zahirən sözündə açıqların sayı 2-dir, incələrin sayı 2-dir. Amma ehtişam sözündə də açıqların sayı 2-dir, incələrin də sayı 2-dir. Ona görə bu 5 ortaya yazılsaydı düz olardı. Cavabımız oldu 7-də Y variantı. 8-dən davam edək. Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin. Cümləsi ilə bağlı hansı fikir yanlışdır? Cavabımız olacaq Y variantı. Düzəltmə sözlər sadə mübtədaların ifadə vasitəsidir. Məsələn, gördüm ki, özünü inandırmaq. Aha, 2 dənə mübtədası var. Və hər iki mübtədamız da mürəkkəb mübtədadır. Çünki 2 dənə əsas nitq hissəsi varsa, həmin cümlə özü mürəkkəb cümlə özü sayılır. Sadə yox, mürəkkəb. Düzəltmə sözlər, yəni buradakı mübtədanın tərkibindəki düzəltmə sözlər nə olsun ki, düzəltmədir? Sadə mübtədanın yox, mürəkkəb mübtədanın içindədirlər. Cavabımız Y variantı. Ki bağlayıcı cümlələri bir-birinə bağlayır. Bəli, solunda da cümlə var, sağında da. Ümumiyyətlə, ki bağlayıcısı bağlayıcıdan söhbət gedir də, əlbəttə. İşi gücü onsuz da cümlələri bağlamaqdır, sözləri bağlamır.
Köməkçi nitq hissələrindən biri sifətin çoxaltma dərəcəsini yaratmışdır. Bəli, bax burada. İsmin olmadığı cümlədə ismin xüsusiyyətini daşıyan sözlər var. Bəli, yəni ismin kateqoriyasını götürən başqalarını sözü var, özünü sözü var, düzdür. Qoşma ilə amonimli olan söz işlənib. Bəli, başqalarını sifəti başqa qoşması ilə amonimdir. Məsələn, səndən başqa, ondan başqa. Sual 9-dan davam edək. Həkim Kərim yuxarı məhəllədə yaşayır. Buna aid belə bir qayda demişdik. Biri var Kərim, həkim. Bu zaman bir yerdə də təhlili. Bir də var başqa Kərim yox ha. Məhz həkim Kərimdən söhbət gedir. Hansı Kərim? Belə olanda, yəni yerləri dəyişəndə artıq parçalanaraq təhlil olunur. Deyir ki, ilk iki sözün yerini dəyişsək nə müşahidə olunar? Gəlin yazaq. Kərim, həkim, yuxarı məhəllədə yaşayır. Eyni cümləni yuxarıda yazıram buradan. Yəni dəyişilməmiş versiyasını. Həkim Kərim yuxarı məhəllədə yaşayır. İlk olaraq gəlin bunun elə gözümüzün qabağında qalsın. Oy, qala bilmədi gözümüzün qabağında. Bir dəqiqə. Aha. Gözümüzün qabağında qalsın nəyi? Təhlilləri. Yaşayır, yaşayır. Harada məhəllədə, harada məhəllədə. Hansı məhəllə yuxarı, hansı məhəllə yuxarı. Kim? Kərim həkim. Əla. Bax, bu formada təhlillər var. İndi görək, buradan bura keçəndə nələr dəyişdi? Nə hadisə baş verdi? Cavabımız olacaq D variantı 1, 2, 5. Cümlə üzvlərinin sayının dəyişməsi. Bəli, dəyişdi. Yəni azalsa da, artsa da dəyişilib də. Yəni yuxarıdakı cümlədə 5 dənə ayrı-ayrı mən təhlil etdim. 5 dənə xətt çəkdim belə loru dildə desək. Aşağıda isə 4 xətt çəkdim. Bir doğrudur, dəyişdi. Cümlənin quruluşunun dəyişmədiyi. Bəli, hər ikisi sadə cümlədir. Yəni vergülsüz, düppədüz cümlədirsə sadə cümlədir. Mürəkkəb cümlə üzvünün işləndiyi. Bəli. Aşağıdakında Kərim həkim mürəkkəb mübtədə oldu. Amma yuxarıda mürəkkəb mübtədə yoxdur. Cavabımız D variantı olacaq. Bunları alt-alt yazmamısansa çətindir bunların əlbəttə ki müqayisəsi. 3-ə baxaq. Ən müstəqil cümlə üzvünün ifadə vasitəsinin dəyişmədiyi. Ən müstəqil cümlə üzvü normalda mübtədadır da, düzdürmü? İfadə vasitəsinin dəyişmədiyi. Dəyişdi axı. Birincidə mübtədamız Kərim idi. İkincidə Kərim həkim oldu. Dəyişdi. Deməli 3 səhvdir. Cümlə üzvlərindən təyinin işlənmədiyi. Hər iki məqamda təyinimiz yerində qalıb. 9-cu sualın cavabı oldu D variantı. Sual 10-a baxaq. Fikirlərdən yanlış olanı müəyyənləşdirək. Qorxudan sözünü iki fərqli nitq hissəsi kimi düşünə bilsək də, quruluşca yanlış düzəltmə düşünə bilərik. Bu doğru fikirdir. Biri var deyirəm ki, qorxudan, sevgidən, nifrətdən. Bu zaman bax belə olur. Bir də var deyirəm ki, məni qorxutan onun vərdişləri idi. Məsələn, məni qorxudan hadisə onun vərdişləri idi. Bu formada götürə bilərəm. Aha, davam edək, görək. Digər variantlara da baxacağım. Aha, baxın, iki cür təhlili var və amma nə də olsa quruluşa yenə də düzəltmə qaldı. Yəni sadəyə yaxud da mürəkkəbə keçmədi. Bu doğrudur. Cinayətkar yaxalandı. Biz kimisə yaxalayanda, yəni tutanda məcazi də olsa deyirik ki, yaxasından yapışmışıq, onu yaxalamışıq və o yaxalanıb. 2 leksik var, 1 qrammatik var. Bu da doğrudur. Bəs deyərsiniz, ay müəllim, niyə məcazi oldu ki, bu eyni köklü deyil, bu nə bilim amonim deyil ki, eyni köklü də yox, o səhv dedim. Bu amonim deyil ki, məcazilik olmasın, həqiqət olsun. Yəni biz əsasən kök və şəkilçi ayıranda sözləri məzmuna önəm veririk, bağa, əlaqəyə önəm veririk. B düzdür. Qışda sözündəki şəkilçini həm leksik, həm də qrammatik düşünə bilərik. Bəli. Biri var qışda, nə vaxt, nə zaman, zərfdir. Bir də var qışda, nədə, isimdir. Yəni həm leksikdir zərf olaraq, isim olaraq isə hal şəkilçili qrammatik bir sözdür. Qaçaq sözünün tərkibinə görə 3 cür təhlil etmək olar. Bəli, bunu demişik dəfələrlə.
Nəyi üç cür təhlil etmək olar deyirsə, əsasən birinci ağlına aq ək gəlməlidir. Bir var qaçaq nəbi, biri var biz qaçaq, bir də var ki, kaş biz qaçaq. Yəni aq ək birlikdə şəxs onluğu, A arzu şəkli üstəgəl Q ixtisar olunmuş şəxs onluğu, bir də feildən sifət düzəldən leksik şəkilçidir. Hətta bilirik də aq ək isim də düzəldə bilər. Məsələn, çarpayı mənasında yataq sözü də düzəldə bilər. Bu da doğrudur. Cavabımız Y variantı. Dinlə sözünü həm sadə, həm düzəltmə söz kimi düşünmək olar. Fikri səhvdir. İstər dinlə, imanla deyəsən, istərsə də məni dinlə deyəsən. Hər ikisi sadə sözdür. Çünki dinlə, məni dinlə, qulaq as deyəndə sözün kökü dinmək ola bilməz. Dinmək danışmaqdır, dinləmək dinləməkdir, yəni qulaq asmaqdır. Köklə şəkilçi zənn etdiyin hissə arasında bağ yoxdursa, onu qətiyyən düzəltmə kimi, ümumiyyətlə şəkilçi kimi götürə bilmərsən. Nə sadə nə qrammatik şəkilçi kimi götürə bilərsən, nə də leksik şəkilçi kimi. 11 ilə davam edək. Cədvələ əsasən yanlış fikri müəyyən eləyək. Şərti boş ver, bunları da boş ver getsin hələ ki. Birincisi, öz fikirlərini yaz. Şamdan sözünü quruluqca həm sadə, həm də düzəltmə isim kimi düşünmək olar. Məsələn, şamdan yandırıldı. Və yaxud da şamdan yandırılmır, şam yandırılır. Aha, şamdana şam qoyuldu. Bu zaman düzəltmə isimdir. Şamdan təhlükəli nəsə yoxdur. Bu zaman sadə isimdir. Yəni bu doğru fikirdir. Qalsın yerində. Elə belə sözləri hərəkətə aid olanda, zərf əşyaya aid olanda sifət sayılır. Fikir səhvdir. Elə və belə nəyə aid olur olsun, nə sifət olar, nə də zərf olar. Elə və belə maksimum zərfi əvəz edər, sifəti əvəz edər. Olmazlar özləri, əvəz edərlər. Yəni yerinə gələ bilərlər, amma özlərini sifət və zərf saya bilməzlər. 3-ə baxaq. Ağıl sözü həm konkret, həm də mücərrəd mənalı isim kimi düşünülə bilər. Deməli, ağıl sözünün ümumiyyətlə mənaları anatomiyada termindir. Daha sonra ağıl heyvanları saxlamaq üçün yerdir. Bir də var ki, insanın ağlı düşüncəsi. Görürəm ki, içərisində həm mücərrəd mənalı sözlər var, həm də konkret mənalı. Yəni bu doğru fikirdir. Bunu doğru kimi götürək. Sınaq sözü həm isim, həm də sifət kimi işlənə bilər. Səhvdir. Sınaq sözü yəni sifət kimi işlənə bilməz. Kitabını evində kimi mənsubiyyət şəkilçi sözləri iki şəxsə düşünmək olar. Bəli, sənin kitabını, onun kitabını, sənin evində, onun evində. Gördünmü? İki cür düşünmək oldu. Gəl indi bax əsas məsələyə. Yanlışı deyir. Yanlış odur ki, sənin fikrinlə bu sağdakı fikirlər uyğun gəlməsin. Məsələn, sən üstəgəl qoy, sən doğru dediyinə o yanlış desin, yaxud sən yanlış dediyinə o doğru desin. Bax, hər ikimiz doğru deyirik, bu uyğundur. Birimiz yanlış, birimiz doğru deyirik. Birimiz doğru, birimiz yanlış deyirik. Hər ikimiz yanlış deyirik. Birimiz doğru, birimiz yanlış deyirik. Elə mənə də o lazım idi ki, uyğunlaşmasın. 2, 4, 5 sənin nəysə səhv götürmədik. 2, 4, 5. Bir dəqiqə. Yox, 2, 3, 5. Aha, 2. Bunları götürməliyik də. 2, 3, bir də 5. Cavabımız oldu D variantı. Allahdan yaxşı ki 4 yox idi, yoxsa bizi çaşdırardı. Cavabımız oldu D variantı. 12. Sonuncu sualımızdır. Cavablar da burada var. Orfoqrafik normaya əməl olunub. Cavabımız D variantıdır. Ölkəmizdə keçirilən festivallar insanların marağına səbəb olub. Azərbaycanlı balaca yazılmalıdır. Mətbəxə belə yazılmalıdır. Öhdəsindən, əlbəttə, firavan. Cavabımız oldu D variantı. Belə əziz müdavimlər, ümid edirəm ki, 20 suallıq sınaq sizlərə yararlı oldu. Hətta izahı da hardasa bir 36 dəqiqəyə yaxın izahı da var. Ümid edirəm ki, hər birini ətraflı sizə izah etməyi alındıra bildim. Hansı hissədə qaranlıq qalan problemli məqam varsa, mütləq şəkildə müzakirə qrupuna yazmağı unutmayın. Hələlik.